Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala seyyidina ve nebiyyina Ebil Qasimil Mustafa Muhammed sallallahu aleyhi ve aleyhi ve sellem. Salam əziz möminlər, hər birinizi xoş gördük ilahi rəhmət verilişində. Biz Allahın hovlu qüvvəsi ilə, ayə və hədislərlə Allahın rəhmətinin nə qədər bizim həyatımızda, yaşamımızda, bəndəçiliyimizdə rol olmasını, yəni nə qədər bizim həyatımızda rolu var, nə qədər bizim həyatımıza, bəndəçiliyimizə, yaşamımıza rəng qatır. Bu haqda bölüşürük siz əzizlərlə, siz əziz möminlərlə və ayə və hədisləri oxuyarkən, mütaliə edərkən, dinləyərkən insan Rəbbinə olan mərifəti, Rəbbinə olan bilgisi daha da şiddətli olur. İnsan daha da Rəbbini daha artıq sevir, daha çox sevir. Və Rəbbi ilə bir yenidən sanki yeni bir tanışlıq Rəbbinə nisbət həyata keçir. Çünki insan ayələrə müraciət etdikdə, hədislərə müraciət etdikdə və bu bilgi insanda Allah düşüncəsini, Allaha olan mərifətini daha da artırır. Və biz ibrətamiz hekayələri də oxuyurduq, siz əzizlərlə bölüşürük və mən Allahın rəhmətinə işarə olaraq Həzrəti Musa ilə Fironun əhvalatında istəyirəm sizlə bölüşəm ki, bildiyiniz kimi tarixi mütaliə edənlər daha yaxşı bilir ki, Firon elə bir sərvətə, elə bir qüdrətə sahibidir ki, artıq o qüdrəti, o varı dövləti səbəb olmuşdur ki, Allahlıq iddiası eləyirdi. Yəni özünü Allah elan eləmişdi. Və hətta Quran-ı Kərimdə də ayədə bu keçir, deyirdi ki, ənə Rabbukumul əla, mənəm sizin uca Rəbbiniz. Amma Allah öz əziz, izzətli Peyğəmbərini, Həzrəti Musanı aleyhissalamı göndərir o Allahlıq iddiası eləyən bir günahkarın üzərinə. Və buyurur ki, ya Musa, izhəb ilə Firavun. Ey Musa, get üzü Firona tərəf. Ona de, istəyirmi onu paklayım, onu bağışlayım. Diqqət edirsiniz, çox qəribədir. Allah öz rəhmətini, Allah öz sonsuz rəhmətini Allahlıq iddiası eləyən birinə şamil eləmək istəyir. Və buyurur ki, Musa ona denən, Allah deyir, istəyirmi onu bağışlayım, ona rəhm eləyim, onu tərbiyə eləyim. Yəni, bu cür əhvalatlar Quran-ı Kərimdə çoxdur. Allah Firona çox tövbə fürsəti verdi, amma faydalana bilmədi. Qaruna çox meydan verdi, amma anlamadı, başa düşmədi. Nəmrud üçün zəmin yaratdı, tövbə eləsin, amma tövbə eləmədi. Heç biri bundan istifadə eləmədi ki, Allahın geniş rəhməti onların halına şamil olsun. Onlar da bağışlananlardan olsun. Onlar da Allahın rəhmət sifətindən pay aparanlardan olsun. Amma biz hədislərə baxanda, hədislər bizə çox ümid verir. Baxırıq hədislərə, elə birinci hədisi əziz Peyğəmbərimizdən oxuyacam. Əziz Peyğəmbərimiz buyurur ki, İnnallaha Teala xaləqə mi'ətə rəhmə. Allah 100 rəhmət, belə deyim, xəlq eləyib. Allahın 100 rəhməti var. Rəhmətən beynə xalqihi yətərəhamunə biha və dəxara li əvliyaihi tis'ətə və tis'in. Deyir Allah
bir rəhmətini bu dünyaya şamil eləyib ki, bütün məxluqat o rəhmətindən istifadə eləyir, bəhrə aparır. 99 rəhmətini isə öz ilahi övliyalarına bəxş eləyib. Baxın, Allahın rəhmət sifətindən daha çox pay aparan ilahi övliyalardır. Onlar Allahın rəhmətinin təcəssümüdür, bariz nümunələridir. Onların danışığı, onların əməl və rəftarları, onların insanlarla, günahkar insanlarla söhbəti. Ona görə ilahi övliyalar, peyğəmbərlər və məsum imamlar Allahın rəhmətinin daha çox özündə biruzə verən nümayəndələridir. O peyğəmbərlər, o imamlar, ilahi övliyalar. Yəni, onlara kim yaxınlaşıbsa, Allahın rəhməti onlara şamil olub. Kim onlara iman gətiribsə, onlarla yaşamları uyğunluq tapıbsa, onlar Allahın daha çox rəhmətindən pay aparanlar olubdur. Və İmam Sadiq əleyhissalam buyurur ki, deyir, günahkar bir bəndəni qiyamət günündə gətirərlər məhşərə ki, onu hesab kitab eləsinlər. Və onun çoxlu günahlarını ortaya qoysunlar. Və ona xitab olunar ki, nə üçün bu qədər çirkin və rüsvay edici günahları etmisən? Deyir, o cavab verər ki, bu qədər günahların həqiqətini anlamırdım, başa düşmürdüm, bilmirdim. Deyir, ona deyərlər ki, amma o biri dünyada günahları gülə-gülə eləyirdin, o günahlardan ləzzət alırdın. Sanki o günahlar səni xoşbəxt eləyirmiş kimi bu günahlara iki əlli sarılmışdın. Amma biz səni o dünyada rüsvay eləmədik bu günahlarına görə. Abrını aparmadıq. Səni daim örtbasdır elədik. O pis, çirkin əməllərini gizlətdik. Hədisdə belə gəlir. Amma indi bugün burada məhşərdə ağlayırsan və başını salmısan aşağı, sanki utanırsan, xəcalət çəkirsən. Deyir, ona xitab olunar ki, indi Allah səninlə elə rəhməti ilə rəftar eləyəcək ki, o Allah ki, onun rəhmətinə ümid bəsləyirdin və o rəhməti sənə bir mənada cürət vermişdi, onun huzurunda günah eləyirdin. İndi Allah səni öz sonsuz rəhmətinə qərq eləyəcək, səni bağışlayacaq, səni əfv eləyəcək. Allahın ona bəxş elədiyi rəhmətdən, onun əfvindən o qədər sevinəcək ki, deyəcək, ilahi, mən səni elə o dünyada bu cür Rəbb olaraq tanıyırdım. Və burada da bu intizarım var idi ki, sən məni bağışlayacaqsın. Ki, sənin rəhmətin bu qədərdir. Və başqa bir hədisdə İmam Sadiq əleyhissalam buyurur ki, İzâ kânə yevməl qiyamə nəşərəllahu təbarəkə və təala. Deyir, qiyamət günü ki, yetişəcək, Allah öz geniş rəhmətini elə insanların üzərinə yağdıracaq. Allah öz sonsuz geniş rəhmətini elə sərəcək, elə bəndələrə nişan verəcək ki, hətta yətməə iblisu fi rəhmətihi. Deyir, hətta qiyamət günündə iblis, şeytan bilə Allahın rəhmətinə tamah edəcək. Ümid bəsləyəcək ki, Allah bəlkə də məni də bağışlayacaq. Mənim də günahlarımdan keçəcək. Diqqət eləyirsiniz, Allahın rəhmətini İmam Sadiq əleyhissalam necə vəsf eləyir ki, qiyamətin günündə, məhşərdə elə bir Allah rəhməti ilə, bəndələri ilə rəftar eləyəcək ki, hətta
Allahın düşməni, insanlığın düşməni, insanları zəlalətə aparan, insanları bədbəxt eləyən, biçarə eləyən şeytan, Allahın lənət etdiyi şeytan bilə Allahın rəhmətinə ümid bəsləyəcək. Ümid bəsləyəcək ki, Allah bəlkə məni də bağışladı. Amma insan heyifdir bu dünyada, bu müvəqqəti həyatda ki, Peyğəmbərin dili ilə desək, əd-dünya məzrəətül axirə, dünya həyatı axirət üçün bir tarlaya bənzəyir. Bu müvəqqəti həyatda Allahın o rəhmətini görə, o rəhmətini dərk eləyə, o sonsuz rəhmətə yol tapa, onu öz həyatında hiss eləyə ki, mənim Rəbbim nə qədər məni sevir, nə qədər mənə sonsuz rəhməti ilə rəftar eləyir. Ona görə bir gün əziz Peyğəmbərimizin huzuruna bir nəfər gəlir. Peyğəmbərə buyurur ki, ya Peyğəmbər, mən istəyirəm iman gətirəm. Peyğəmbər ona dini başa salır, o kəlmə-i şəhadət gətirir. Allahı, Peyğəmbəri, onun kitabını qəbul eləyir. O sonra Peyğəmbərə bir sual verir. Deyir, ya Peyğəmbər, mən günah edən zaman Allah məni görürdü, Allah mənə baxırdı. Peyğəmbər ona buyurdu ki, bəli, sən günah edən zaman Allah səni görürdü və baxırdı. Deyir, o qədər həya eləyir, o qədər utanır, ürəyi dayanır. Peyğəmbərin yanında, huzurunda canını tapşırır. Peyğəmbər buyurur ki, o şəhiddir. Niyə? Çünki Allahın sonsuz rəhməti onu əhatə elədi. Və o qədər həya elədi o rəhmətindən ki, Allah bu qədər mənə rəhmət nazil etdiyi bir halda, mən onun huzurunda, bu qədər mərhəmətli olan Rəbbin huzurunda mən o görə, o mənə baxa-baxa günah etmişəm, asilik eləmişəm. Ona görə insan gərək elə bu dünyada Allahın sonsuz rəhmətini görə, ona toxuna, onu hiss eləyə. Yəni, dinin bizə təqdim elədiyi o ilahi rəhmət sifəti nəqd məsələdir. Din bizə nəyi deyirsə, nisyə məsələ deyil. O üzdə deyil. İnsan elə bu dünyada o həqiqi rəhməti duya bilər, dada bilər, pay apara bilər. Bu ilahi rəhmətlə yaşaya bilər, Allahın sonsuz rəhmətinə bürünə bilər. Sadəcə insan gərək diqqət eləsin, bu rəhmətə yol tapsın. Ona görə Mütəal Allah Quran-ı Kərimdə elə hey bizlə öz rəhməti ilə danışır. Ayələrə baxanda insan çox qəribə bir hiss eləyir ki, Allah Teala buyurur ayələrdə, və rəhməti vəsiət kulli şey, mənim rəhmətim hər bir şeyə əhatə eləyib. Və başqa ayədə Allah Teala buyurur ki, mənim rəhmətim siz üçün çox yaxındır. Amma mənə doğru gəlin, mənim rəhmətimə bürünün ki, xoşbəxt və nicat tapanlardan olasınız. Yəni, nəhai xoşbəxtçilik, nəhai ləzzət Allahın rəhmət sifətinə bürünməkdir. Bugünkü ilahi rəhmət mövzumuz bu qədər, əziz möminlər. İnşallah gələn çəkilişdə görüşmək ümidi ilə sağ olun, Allaha əmanət olun.